Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Yadıma ali məqamlı rəhbərin bir neçə il bundan öncəki iki kəlamı düşür. دوران بزن رو گذشته بزنید میخورید. Vurub qaçdı zamanı bitdi. Vursaz, möhkəm yiyəcəksiniz, vurulacaqsınız. Və digər bir kəlamında belə buyurmuşdu. اگر غلطی از اونها سر بزند جمهوری اسلامی تل آویو و هایفا رو با خاک یکسان خواهد کرد. اگر bir qələt eləsələr Cumhuriyyə İslami İran İslam Respublikası Tel Aviv və Hayfanı yerlə yeksan edəcək. Əvvəlcə əziz şəhidlərimiz General Hacızadə, Sərdar Səlami, General Baqiri və bir neçə nüvə aliminin şəhadəti münasibəti ilə başda İmam-ı Zaman əleyhissalam olmaqla, sonra ali məqamlı rəhbər və İmam-ı Zamanın sepahı və ordusuna və bütün azadlıq sevərlərə və xüsusən əziz qeyrətli xalqımıza təsliyyət deyirəm. Və digər tərəfdən də onların mübarək şəhadəti Qədirxumla qarışdı. Ən böyük bayram olan Qədirxum bayramını sizlərə təbrik ərz edirəm. Bu birinci məsələ. Bir-iki gündür təhlükəsizlik səbəblərindən İranda internetə məhdudiyyət müəyyən qədər qoyulmuşdu, xarici şəbəkələr filan, bu təbiidir. İndi biraz internet özünə gəlib, İnşallah ki, vaxtında bu sizin əlinizə çatar, bu çıxış. Müəyyən qədər bu barədə danışmaq istəyirdim. Həm də sizə elə Qədirxumla qarışan Ya Əli ibn Əbi Talib adıyla Siyonist rejimə bir gecədə bir neçə günün zərbəsinə bərabər endirilən zərbə münasibəti ilə də elə əvvəldən təbrik edim. Və ikinci məsələ, dünən Telegram kanalımızda yerləşdirdik və Telegram kanalımızın linkini həmişə olduğu kimi proqramımızın başlıq adlıq bölməsində vurub abunə ola bilərsiniz və çox paylaşın həm YouTube kanalımızı, həm Telegram kanalımızı. Mediada daha da güclü olmalıyıq inşallah. Allahın izni ilə qoy insanlarımıza həqiqətlər çatsın. Kanalımızda yerləşdirmişdik. Ali məqamlı rəhbər bu zərbələrdən öncə Siyonist rejimin ölüm hökmünü verdi. Mən axşam bir daha o çıxışa baxdım. Xəbər gəlmişdi əlimə. Gəldim evə o çıxışa baxdım. İnandırım sizi, mən şəxsən rəhbəri istəyir belə televiziyadan, sosial şəbəkələrdən, belə huzuri də olaraq Allah qismət eləmişdi. Biraz yaxından da görmüşük, ziyarət eləmişik, yəni bir mərasimdə, Əyyam-ı Fatimiyyələrin birində. Yaxından o kişinin əzəməti insanı heybətə salır, gərək yaşayıb görəsən. Qəzəbi bir cür, rəhməti bir cür. Birbaşa Allahın qəzəb və rəhmət isimlərini Əlinin balası olaraq göstərir bu heç. Amma dünən gecə mən yaxından olmamasına rəğmən televiziyada rəhbərin dünən paylaşdığımız çıxışına baxdım. O ölüm hökmünü verdiyi çıxışına. Allah şahidim olsun, şəxsən televiziyadan olmağına rəğmən onun mübarək gözlərində ilahi qəzəbin, Allahın qəzəb ismini mən gördüm. Və bu gördüyümə görə mən deyirəm ki, elə bu bəhsimizə aid hesablamalarımız var idi. Maddi, fiziki, mənəvi hesablamalarımız var idi. Deyirdik sizə ki, bu əvvəldir. Mərhələlərlə irəli gedəcək. Amma onun gözlərini mən görəndən, şəxsən mən televiziyadan baxanda əzəmətdən həqiqətən heybətə gəldim. Daha əmin oldum ki, Siyonist rejimin bu gecə startı idi nabudluğunun. Bundan əmin olun Allahın izni ilə. Əlbəttə, həm şəhidlərimiz üçün Fatihəni yaddan çıxarmayın. Həm
müqavimət cəbhəsinin daha tez qələbə çalıb zuhuru daha tezləşdirməyimiz üçün Allahın izni ilə dualar edin. Onda mən gördüm və bildim ki, artıq nədir. İndi biz belə görürük, Siçovul siyonistlər gör nə görüb onun gözündə. Növbəti mətləb budur ki, biz Sadiq və 2-də də çəkilişlərimiz olmuşdu, izləyənlər bilər, bağlanan kanallarımızda. Həqiqətən də daha əmin olursan ki, sizlərə dəfələrlə müxtəlif mövzularda danışdığımız Peyğəmbərdən və Əhl-i Beytdən gələn mötəbər hədislər, Quran ayələrini təfsir edən hədislərə əsasən İran milləti zuhurun kilididir. Bir müsəlman olaraq iftixardır. Siyonist rejim hücum etmişdi birinci. Və dünən bütün gün ərzində Qədirxuma hazırlıq tədbirləri buna rəğmən çöldə İran millətini yığışdıra bilmirdik. Təsəvvür edin. Bilmirdik deyəndə, yəni, məcazi mənada deyirəm də. Hücum olunan bunlardı, bunlar çöldə idi və bayramlarını qeyd edirdilər. Hücum edən siyonist siçavolları bunkerlərdə idi. Bu da qəribə bir mətləb və sübuta və izaha ehtiyac olmayan bir məsələ. Amma məsələnin özünə gələk. Nə baş verir? Nə baş verəcək inşallah? Bu müzakirələr filan oyan biyan məsələlər düşdü. Hey, bütün haqq cəbhəsi ilə biz də çalışırdıq, fəryad edirdik, ispat edirdik, analiz edirdik ki, arxada Quduzitin yiyəsi Amerikadır. Və Amerika bir ara müzakirələr ərəfəsində İran daxilində məhdud sayda olan liberallardan da sui-istifadə edərək elə bir görüntü yaratmaq istəyirdi ki, İsrail vurmaq istəyir, biz qoymuruq. Trump bunu deyirdi. Ki, müzakirələrdə imtiyaz alsın. Və beləliklə siyonist rejim bu həmləni, bu hücumu edəndən sonra Trump qoltuğuna qarpız verildi. Hücum ki, gecə saat 3-dən başlamışdı. Ən şiddətli forması da saat səhər 10-11-ə qədər idi əsas. Bu aralarda Trump həmin günü dünən çox qoltuğunda qarpız var idi. Gördünüz, biz demişdik, daha çox qorxutsun, İran xalqında ictimai rəy formalaşdırsın, amma rəhbərin buyurduğu kimi. Onlar qəşəng planlar tökürlər. Bəli, dünyəvi hesablayıcı müaviyyənin də ağlı var idi. Amma bu ağlın üstündə nurani bir əql var ki, fövqündədir, bəsirətli əqldir. Rəhbər ona görə buyururdu ki, bunlar hesablamaları qəşəngdir planlar, amma axmaqdılar, çünki İran xalqını tanımırlar. Trump nəyə hesablamışdı? Baxın, siyonist rejim zərbəsi namərdliklə oldu. Gəlin sizə bir misal vurum, Trump'ın sevincini başa düşün. Deməli, bir güclü tərəf var, iki rəqib hesablayın, söhbəti düşüb. Arada müzakirə gedir. Bir tərəf güclüdür, digər tərəf zəifdir. Müəyyən qədər gücü var, amma zəifdir bu biri tərəfə baxanda. Bu zəif olan tərəf arxasında yiyələrinə də arxalanır. Söhbət əsnasında bəhs qızışır, biraz tündləşir. Amma döyüş havası yoxdur. Qəfildən güclü tərəfə bir zərbə vurur. İstər istəməz burnu sına bilər, qaşı partlaya bilər, üzündə qırmızı yarana bilər, kəbudi deyirlər, qaraltı yarana bilər, göyərə bilər, zədə vura bilər. Və arxasındakılara arxayın olar. Qəfildən zərbə daxil, qəfilləmə prinsipi gözlənilmədən. Bu güclü tərəf, bu zəif tərəfin yiyəsi ilə daha çox söhbət edirdi. Bu zəif tərəfdə arada atlanıb düşürdü, deyirdi, səsivi kəslər. Qəfilləmə də bilirsiniz də hər söhbətdə. Nə qədər güclü olasan, psixoloji təsiri olur, onu yığıb yığışdırmaq, özüvə gəlmək müəyyən zaman aparır.
Bax, güclü tərəf ki, şir timsalındadır, ayağa qalxanda artıq nə zəif qalır, nə onun dədə babası. İran bütün höccətləri tamam eləmişdi. Dolay yolla da müzakirə gedirdi. Müharibə ab-ı havası hazırlığı olmasına rəğmən hava hücumundan müdafiə sistemləri tam olaraq fəal deyildi. Çünki fəal olanda mümkündür, hansısa bir uçuşlar var idi də İran səmasında. Saçdırıcı uçuşların kənarına bir elektronik həmlə ola bilər. İran hava sistemi hansısa bir təyyarəni qura bilər. Ukrayna təyyarəsi kimi. Tehranda. Bax, bu namərd qəfilləmə prinsipindən istifadə elədi. Amma nə oldu? Həqiqətən də bu zərbə istənilən bir ölkəyə dəysəydi, qəfilləmə prinsipi ilə psixoloji təsir, ayağa qalxmaq çox gec idi. Biz dünən Telegram kanalımızda da yerləşdirdik. Siyonistlər özləri şokdadır ki, 8 saat ərzində İran ayağa qalxdı və bütün sistemlərini bərpa edib indiyə qədər dünən səhər saat 10-acan 11-ə qədər çəkdi də güclü təzyiq İrana qarşı. O saatlardan indiyə qədər, o saatlardan sonra ki, sistemlər yandırıldı. Demək olar, bütün hava hücumundan müdafiə sistemləri, bütün gələn zərbələrin qarşısını aldı. İndiyə qədər də arada qırıntı artıq sönüblər. Amma var, arada qırıntı belə də istifadə edirlər. İran bu dərsi göstərdi. Trumpın arxancılığı, bax əzizlər, bundan idi. Qəfilləmə prinsipi və daxildəki liberalların da vasitəsilə qorxutsunlar, insanlarda ictimai rəy formalaşdırsınlar və növbəti hədəf İran daxilində edə bilmədikləri qarşı durmaları formalaşdırmaq idi. Nə ilə? Qorxutma bu tərəfdən, hakimiyyətə təzyiq gəlsin ictimai rəylə, müzakirə ilə Amerika nə istəyir ver, nüvəni saxla filan. Bunu eləsinlər. Növbəti hədəf qadın azadlığı məsələsi ola bilərdi ki, fürsətdən sui-istifadə, mən bunu gözləyirdim, sui-istifadə eləsinlər. İran hesablamışlar ki, özünə gəlməyi getdi. Çünki dalbadal zərbələr atırdılar. Qadın azadlığı məsələsini də qabağa çəkəcəkdilər böyük ehtimal. İranda bəzi öyrədilmiş Mossada öz şəxsiyyətini satanlar, qadın cildində olanlar çıxacaq idilər. Lüt formada, çılpaq formada üzr istəyirəm, küçədə ola bizim gəzəcəkdilər. Bu qarışıq vəziyyətdə İran hakimiyyəti və İran xalqı ya bunlara xəbərdarlıq etsə, bir dava salacaq idilər içəridə, daha qarışıqlıq düşəcəkdi. Və bir tərəfdən də 2 gündür Mossada özünü, ailəsini, namusunu satmış bir neçə nəfər İranda furqonlu maşınlarla FPF, PUA, İsrailə məxsus PUA hissəciklərini ki, qaçaq yollar falan, bəzi yollarla hissə keçirilib, onları tutublar və tutmaqda davam edirlər. Onlar da aranı qarışdıracaq idi, tamamən qarışıqlıq düşəcəkdi. Trump buna görə çıxdı dünən gün boyunca, açdı iç üzünü özü dedi. Əvvəl o Trump ki deyirdi ki, göstərirdi, Netanyahu ilə zəngiləşib, icazə vermir, bir cür qorxudurdu. Güya Trump həm də özünü sülhsevər göstərirdi. Bu liberalları da işə salmaq üçün İran daxilində. Amma sən saydığı say. Və məkəru və məkərəllah. Allahın məkr planı işə düşdü. Trump buna arxain oldu bu hesablamaya, dedi, hə, artıq vaxtıdır. Başladı ki, özünü dünyada böyük göstərmək üçün, İran daxilində daha da qorxu yaratmaq üçün açdı iç üzünü göstərdi, axmaqlığını göstərdi. Biz icazə vermişik, biz eləmişik, biz filan şey eləmişik. Aha, bəs bir dəstə var idi, xoşbavər deyirlər də, sadəlöv idilər. Liberalların vasitəsilə inanırdılar ki, yox, İsrailin hesabı Amerikadan ayrıdır. Gördülər, liberallar da gördü ki, aha, dədəmizi yandırıblar.
bütün İran xalqı və bütün bölgədə və dünyada azadlıq sevər xalqların arasında öz içini açdı. Aha. İsrailə İranın şumlama prosesi başlayandan sonra gecə Trump sönmüş halda bir bəyanat verdi. Biz gözləmirdik bu genişlikdə olsun. Bəli, gözləmirdik dədəmizi yandıracaqlar. Trump'ın bu arxayınlaşması ki, Allahın məkir planının 3 şaxəsi var demişdik. Biri möcüzə, biri öz axmaqlığı və biri də bəsirətli bəndələr var. Bəsirətli bəndələrin də rolu ola bilər. Mənim bir təhlilimdə, öz təhlilimə əsasən deyirəm ki, İsrailin birinci qəfilləmə prinsipi ilə bir neçə saat dalğasından sonra mümkündür İran daha tez rəftar edə bilərdi. Amma sanki bəzi bazalarını boşaltdı ki, biraz da vursunlar, Trump biraz da arxayınlaşsın. Çünki qəribə gedirdi proses. Çox qəribə gedirdi proses. Bax, məsələ budur, əzizlər. Oynayanla Allahın cəbhəsi yaxşı oynayır. İşin pərdə arxasını müəyyən qədər sizə ərz etdim. Amma nələr gözləyirik və nələr gedişata əsasən nələr ola bilər? Məlumatlara və gedişata əsasən. Şəxsən mənim gözləntim budur ki, İran mərhələ-mərhələ ara verə-verə bu əməliyyatı davam etdirməlidir. Niyə görə? Birinci səbəb, quduz itin quduzluğu məlum oldu. Müzakirə ərəfəsində heç bir hərbi çağırış olmayan vaxtda yerində oturmursa, bu quduz itdi, xasiyyəti qapmaqdır. Bu bir məsələ. Buna görə İranın bütün təhlükəsizlik orqanları da, Ali Təhlükəsizlik Şurası da, kanalımızda da yerləşdirdik, Telegram kanalımızda, toplantı keçirdi və zərbələrin davamı üçün İran daxilindəki islahatlar üçün də. Pezeşkiyanın dövrü demişdik, istəyir pis, istəyir yaxşı, ikinci İslam inqilabıdır, İran daxili təmizləməsi baxımından da. İkinci niyə görə deyirəm ki, mərhələli davam edəcək? Bayaq dediyim, ali məqamlı rəhbərin gözlərindəki o mesaj və istifadə etdiyi təbirlər. Bir, intiqam söhbətin çox ortaya çəkmədi. İntiqamdan əlavə ağır cəzalandırma. 2, müharibə sözünü işlətdi. Müharibəni cəngi olar başladı. Amma biz bitirəcəyik dedi. Və 3, onları buraxmayacaq. Yaxasını buraxmayacaq. Tamam. Bu bilir sara qayıdır. Çıxışın əvvəlində dedim, rəhbərin 2 kəlamı yadıma düşdü. Onun biri nə idi? Vurub qaçdı zamanı bitdi. Vursaz vurulacaqsınız, mən davamını demədim orada. Patun gir xahed oftad və ma donbal mikonim. Ayağınız pis ilişəcək və biz arxavuzca gələcəyik. Möhtəşəm zərbənin möhtəşəmliklərindən bəzi xəbərləri də xidmətinizə çatdırım. Elə burada haşiyə çıxım. Rusiyanın TASS xəbər agentliyi də bunu verdi. Siyonist rejimdə müəyyən qədər gec də olsa təsdiqliyə gedir. 150 mühüm nöqtəni İran bir gecəyə vurdu. Ona görə bayaq dedim ki, bir gecəyə və ən azı 5 günün işini görüb hələ ki. Amma bu kifayət deyil. 150 mühüm nöqtəni vurub, o cümlədən F-35-lər, F-16-lar, səhv eləməmsə F-15-lərin olduğu bazalar, Müdafiə Nazirliyinin darmadağın edib, mərkəzi komandanlığı darmadağın edib, hələ Mossadın leşlərindən xəbər hələ çıxartmayıblar. Bundan əlavə İranın hələ rəsmi televiziyasında indiyə qədər də bəyan eləyir və İsrail özü də boynuna aldı ki, 200-dən çox yaralı hələ onlar özləri boynuna alır. 15-20 nəfər ölü boyunlarına alıblar ki, dəfələrlə demişik də, şiddətli senzura ilə bunu boyunlarına alıblarsa, bu rəqəmləri vurun ən azı 5-ə, ölü və yaralı rəqəmlərini. Və maraqlı bir fakt,
Bu o haldadır ki, bunlar bunkerlərdə idi ya, bu qədər tələfat. Və İran televiziyası deyir ki, İsrailin özünə belə istinadən ki, bu tələfat ağırdır və getdikcə də artır. Tələfat getdikcə də artır. Bu iki səbəbə görə mən deyirəm ki, İran mərhələ-mərhələ davam eləməlidir. Üçüncü səbəb, İran təhlükəsizlik orqanları və hərbi silahlı qüvvələri də müxtəlif növdə bəyanatlar verdilər və Fransa, İngiltərə və Amerikaya daha şiddətli zərbələr barəsində xəbərdarlıq və nota göndəriblər. Nota demişkən, çoxdur, bəhs çoxdur, istəmirəm çox vaxtınızı alam. Azərbaycan və Türkiyə, məxsusən Azərbaycan taleyi hələ bilinmir bu məsələdə. Bəzi əlimizdə olan məlumatlara görə bu günə baxmamışam. Bu günə qədər 10 gün ərzində bəzi yerlərdə də məlumatlar var ki, İlham Əliyev Azərbaycanda deyəsən yoxdur ya da gizlənib hardasa. Yoxdur İlham Əliyev. Hələ ki, bu gün indi bilmirəm, xəbəri çıxacaq. Və bir tərəfdən də bəzi məlumatlara görə puaların bəziləri Təbrizə tərəfmi filan Azərbaycan tərəf rolu ola bilər. Bu iki faktı yan-yana qoysaq, biz dəfələrlə Azərbaycan hakimiyyətinə və əziz xalqımıza verdiyimiz xəbərdarlıqlar neçə ildir reallaşır. Bu nə idi? İran İslam Respublikası müsəlman ölkələrin vəhdəti uğrunda şəhidlər verən, Şiə hakimiyyəti olmasına rəğmən yeganə bir müqavimət mərkəzidir ki, Sünni Fələstini müdafiə eləyir və bunu sünnilər barbar bağırır, qardaşlarımız, xalqlar. Biz deyirdik ya, İran qonşuluğuda həm mehribançılığı deyir yaradaq, həm də bir tərəfdən iki başlıdır, hüccəti tamam edirdi. Bu barədə Azərbaycan hakimiyyətinə dəfələrlə xəbərdarlıq etmişdik ki, olmasın ha, iki başlı oyunun axırı yoxdur. Yaxınlaşmadır, yaxşıdır. Amma səni aldatmasınlar. Amma Trump aldanıb rəqs eləyirdi. İndi özünü sındırmamaq üçün arada, dünya medialarında biabır ol axı, sönüb, güya ki sözündən qayıtmır. Arada səsi çıxır. Güya ki qorxutmaq istəyir filan. Sizin ayağınız ilişib və İlham Əliyev barəsində, Azərbaycan hakimiyyət strukturaları barəsində bu xəbər düz olsa, vaveyla. Digər tərəfdən, Masson Mirilər, dişi camış olan Brenda Şeferlər, Siyonistə xidmət edən trollar, azad kanallar adı altında köhnə videoları yerləşdirib, media savaşıdır deyirik. Təl-Əvivin vurulduğu videoları yerləşdirib, Tehran vuruldu deyən azad kanallar. Hətta bizə də bəzi təlxəy formasında komment yazan əziz izləyicilərimizdən uzaq olsun. Bəziləri, bunlar bilsin, növbə yavaş-yavaş sizə gəlib çatacaq inşallah. Geci tezi var. Amma mütləq olacaq Allahın izni ilə. Medialar formasında İranda yaşayan Azərbaycanlıları güya həyəcana öz aləmlərində salmaq istəyirlər. Təxliyə eləmək filan, bəzilərini quru sərhədlərlə keçirdiblər. Bunlar da bilsinlər. İran hücumlara başlamamışdı. Birinci demək olar bəyanat verən bu idi. Hikmət Hacıyev düşdü ortaya. Bəli, biz İrana, bizdən heç bir şey yoxdur. Nə bilim, addım atılmayıb filan bəs mən. Çox şübhəlidir. İnşallah ki olmasın. İnşallah ki İlham Əliyev və onun hökuməti axırıncı hüccəti düzgün başa düşmüş olsun. Və biz niyə deyirik İran növbəti mərhələləri vurmalıdır? Üçüncü səbəbimiz budur ki, bütün bu sadaladığımız səbəblərdən əlavə, əlbəttə bu arada bunu da deyək ya, İran kəşfiyyat orqanları çox güclü düşüb işin üstünə. Mossada hər cür İsrailə necə deyərlər, sərf eləyən, fəaliyyət göstərən, hətta mediada fəaliyyət göstərənlər çox şiddətli cəzalandırılacaq. Dost cildinə girən
onlar da qulaqlarını açıb bilsinlər. Və biz bir müsəlman, bir qonşu, bir İmam-ı Zamancı inşallah və bir də Azəri xalqı olaraq təhlükəsizlik orqanlarından İranda möhkəm tələbimiz var. Azərbaycanlılar, İranda olan Azərbaycanlılar, bütün xaricilər, məxsusən Azərbaycanlılar tələbə adıyla, ay nə bilim, müqəddəs adlarla olanlar daha şiddətli araşdırılmalıdır, yoxlanılmalıdır. Bunların xarici əlaqələri və elə söz verilən şiddətli cəza ilə cəzalandırılmalıdır, əgər kimsə satqınlıq edirsə, edibsə və etməkdədirsə. Ki, xüsusi kəşfiyyat orqanları öz işlərini gözəl bilirlər və özləri də bu bəyanatı veriblər. Üçüncü səbəbimiz də budur ki, deyirik, İran davam etdirməlidir mərhələ-mərhələ. Bölgədə Amerika bazaları var və məlumdur və İran bütün orqanları bunu bar-bar bağırırlar ki, Amerika'da əsas işin başında. Bu gedişat bunu göstərir ki, və özləri də bəzi xəbərlərdə məsulları, məmurları deyirlər ki, Amerika bazaları vurulmalıdır. Quduz itin sahibinin əli kəsilməlidir və bunun yanında Siyonist rejimə mərhələli zərbələr davam etdirilməlidir. Bu quduz köpək, bu zəif rəqib atılmalıdır. Müqavimət cəbhəsi, Hizbullah, Yəmən, İraq müqavimət cəbhəsinin qarşısına ki, onlar onu döyə-döyə öldürsünlər. İnşallah yadımıza düşən bəhslər olsa, xəbərlər çoxdur. İzləyin, dua edin. Yaxında inşallah daha xoş xəbərlər olacaq. Və dördüncü səbəbi də qeyd edim ki, çünki İran bu zərbələri saxlasa, Siyonist rejim ən azı dünyadakı biabırçılıqla xilas olmaq üçün özü deyir, mövcudluğumuzdur. Həyat məmat məsələsi olaraq özünü quduz iddia eləyib, hansısa Amerikan vədinə də arxain olub, bu həmlələr saxlansa, növbəti səfeylikləri edə bilər. Əlbəttə, o gücdə deyil artıq, amma edə bilər. Edə bilər deyə, bu da bir səbəbdir ki, İran mərhələli olaraq davamlı zərbələr endirməlidir. İnşallah, sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.